müqəddəs ata, qoru bizim ürəklərimizi. Qoru ki, bizim ürəklərimiz düzgün ritmlərdə işləməyə başlasın. Qoru ki, bizim ürəklərimiz o qan laxtalanmasından azad olsun. Qoru ki, ata, bizim ürəklərimiz həkimlərin əli ilə açılmasın o klapanlar. Sənin ata, müqəddəs ruhundan gələn o səmərələr bizim bütün klapanlarımızı açsın. Qanımız o qədər sənin tərəfindən, ya Rəbb, o qədər nurlu olsun ki, o qədər təmiz olsun ki, ya Rəbb. Ya Rəbb, bütün damarlarımızda axan qan sənin qanın olsun, ya Rəbb. Ya Rəbb, böyrəklərimizi çirkablardan azad edə bilən yeganə atasan. Böyrəklərimizi hər bir çatışmamazlıqdan azad edə bilən yeganə atasan. Qoy hər bir kəs əlini böyrəklərinə qoyub və deyə bilsin, mən sənin yaralarında, mən sənin gördüyün iş vasitəsilə, mən tamamilə sağalmışam. Mən azad övladam. Mənə heç bir məhkumiyyət yoxdur. Mənim üzərimdə heç bir xəstəliyin səlahiyyəti yoxdur. Böyrəklərim hər bir çatışmamazlıqdan azaddır. İsa Məsihin ismində, adında. Oy ata, böyrəklər o qədər ata, hər bir vəziyyətdən azad olub, sənin təmizliyində, sənin ruhunda işləməyə başlasın, ya Rəbb. İnkişaf etsin, ya Rəbb. Yaşlandıqca sənin kəlamın deyib ki, daha da güclü olacaqsınız. Qoy o güc bizim böyrəklərimizə axsın. İsa Məsihin ismi ilə mədə bağırsaqlara, sümüklərə sən əlini qoy, ya Rəbb. O əlinin tumarına o qədər ehtiyacımız var ki, əlinin şəfasına o qədər ehtiyacımız var ki, o əlinlə tumarla bütün bağırsaqlarımızı, əlinlə tumarla bizim bütün sümüyümüzü, iliyimizi, qanımızı. Sənin ata bir sözün bizi azad edir, ya Rəbb.